Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin vel akibetu lil muttaqin. Esselatu vesselamu ala eşrefil enbiya vel murselin. Ebil Gasimin Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve alihi teyyibin tahirin. Alel lanetullah alel kavmiz zalimin minel ana ila kıyami yevmiddin. Rabbi şrah li sadri ve yessir li amri ve hlul ugdete min lisani yefkahu kavli. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Salam olsun, salama layık bendelere. Ehli hilafın Şia əqidəsinə attığı iftiralardan, attığı böhtanlardan biri budur ki, deyirlər Şiələr, ümumiyyətlə Şiəlik sonradan Farsların yarattığı uydurma bir əqidədir. Düzdür, Şiələr haqqında çox iftira atılar bunlar. Gah deyirlər ki, Şiəlik Lənətullah Abdullah ibn Səba tərəfindən yaradıldı ki, bu çox yersiz bir iddiadır. Çünki bilirik ki, Abdullah ibn Səbanın özünü Əmirəl-Müminin Əli əleyhissalam özü öldürdü və əgər Şiəlik Abdullah ibn Səbadan gəlsəydi, o zaman gəlir Şiələr Abdullah ibn Səba haqqında xoş sözlər deyərdilər. Amma biz hamımız eşitdiklə deyirik ki, Abdullah ibn Səba Qulat idi, həddi aşanlardan idi ki, Həzrət Əli əleyhissalam Allah dedi və Əli əleyhissalamını öldürdü ki, Allah Abdullah ibn Səbaya lənət eləsin. Gah deyirlər ki, Şiəlik Şah İsmail Xətai tərəfindən yaradıldı. Bu ümumiyyətlə çox gülünc bir iddiadır. Olduqca gülünc bir iddiadır. Çünki Şah İsmail Xətai 15-ci əsrdə yaşayır. O zamana kimi artıq böyük şiə alimlər yaşayıblar, olublar. Bu da məntiqə uyğun gələn bir dəlil deyil ki, bunlar gətirirlər. Sonra deyirlər, yox, Azərbaycanda Şiəlik Şah İsmail Xətai gəlir. Bu da səhv gülünc bir iddiadır. Çünki Şah İsmaildən əvvəl Azərbaycanda Şiəlik var idi. Azərbaycan Şah İsmaildən əvvəl də Şiə dövləti idi. Ki, İmam Musa Kazım əleyhissalamın qızlarının gəlib Azərbaycanda qalmağı, həmçinin İmam Musa Kazımin bir oğlu İbrahimin gəlib Azərbaycanda yaşamağı, bunların hamısı açıq-aşkar göstərir ki, Azərbaycan Şah İsmail Xətaidən əvvəl Şiəli dövləti olub və Şiəli Azərbaycanda olub. Necə ki, Kərbəla şəhidlərinin içərisində ata və oğul var ki, Azərbaycanlıdırlar. O zaman orada həccə getmişdilər. İmam Hüseyin əleyhissalam sonuncu həcc ziyarətində olan Ərəfədə ki, İmam Hüseyin əleyhissalam qoşulub Kərbəlaya gedib, orada şəhid oldular. Deməli, Azərbaycan xalqının elə İslamın əvvəllərindən Əhl-i Beyt məktəbinə qarşı xüsusi fədakarlıqları olub. Və özlərini bu Əhl-i Sünnəyə nisbət verən Vəhhabilər və başqa əhli xilaf təriqətləri bu iddianı edirlər ki, Şiəlik Farslardan əldə. Biz bilirik ki, bu əhli xilaf və Vəhhabiyyət özlərini Əhl-i Sünnəyə nisbət verirlər. Və Əhl-i Sünnənin böyük alimlərini özəlləşdirirlər. Deyirlər ki, bunlar bizim alimlərimizdir, əsl Əhl-i Sünnə bizik, bu Əhl-i Sünnələr sonradan əmrinə gələn qondarmadırlar. Deyirlər ki, Əbu Hənifə də, Əhməd ibn Həmbəl də, İmam Şafi də, İmam Malik də, Muhammed İsmail Buxari də, Müslim ibn Həccac da, Tirmizi də, İmam Nəsai də, İmam İbn Məcə də, hamısı deyirlər ki, bizim yolumuzda olub, bizim iddiamızı eləyiblər, yəni biz onların iddiasını eləyirik. Yəni ki, bu Əhl-i Sünnələr ki var, bunlar sonradan özlərindən bir əqidə yazıb, özlərini Əhl-i Sünnə deyiblər, bu imamları göbünə özəlləşdiriblər. Bu Vəhhabilərin fikridir. Deyirlər ki, təmiz Əhl-i Sünnə bizik və bunlar bizim imamlarımızdır və bu Kutub-i Sittə ki var, Əhl-i Sünnənin 6 mötəbər kitabı, deyirlər ki, bu kitablar bizimdir. Səhih Buxari, Səhih Muslim, Səhih Sunan Abu Davud, Səhih Tirmizi,
İmam Nəsai və İbn-i Məcə. Kutubi Sittə. Bu 6 kitab da Vəhhabilər deyirlər ki, bizimdir. Və iddia edirlər ki, şiəlik Farslardan əldə. Düzdür, şia alimlərin içərisində Farsı var, Ərəbi də var, Azərbaycanlısı da var, Türkü də var. Məzhəb əqidə bir xalq üçün deyil ki, ancaq həmin xalqdan bu məzhəbin alimləri çıxsın. Tüm müsəlmanlardan arasında şiələr ki var, hər bir yerdə, hər bir ölkədə, hər bir millətdən və hər bir millətin də şia alimləri olub, var. Amma bu iddia ki, bunlar eləyirlər ki, şiəlik Farslardan yaranıb, Farsların yaratdığı bir əqidədir. Amma tam əksi. Biz indi burada oxuyub sizlərə çatdıracaq ki, Əhl-i Sünnənin qaymaq alimləri, Əhl-i Sünnənin məzhəb alimləri Fars olur. Və bu Əhl-i Sünnənin ki, təməl sütunları var, Kutubi Sittə 6 kitab, bu kitabın müəlliflərinin 5-i Fars olur. 6 böyük kitabdan, Əhl-i Sünnənin 6 hədis kitabından, Qur'an-ı Kərimdən sonra ikinci kitab bildikləri bu 6 kitabdan 5-i Farslar tərəfindən yazılıb. Fars alimləri tərəfindən yazılıb. Ki, Əhl-i Sünnə məzhəbi, Əhl-i Sünnə əqidəsi bunun üzərindədir. Əhl-i Sünnənin bünövrəsi qoyulub. Bu 6 kitab. Bu 6 kitab, Kutubi Sittə, Əhl-i Sünnənin bünövrəsini qoyub. Və digər Əhl-i Sünnə imamları bu bünövrənin üzərində daşları düzüblər. Lord desək, yəni əqidəni yaradıblar. Əbu Hənifə kimlər. Bu 6 kitabın 5-inin müəllifi Əhl-i Sünnədir. Və Farslılar. Bu ki, deyirlər ki, şiəli Farslardan gəlir, tam əksi. Ən qaymaq alimləri Fars. Ən mötəbər kitablarının müəllifləri Farsdır. Ya Əli, biz oxuyaq. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Birinci başlayaq Əhl-i Sünnənin ən mötəbər kitabı Buxarinin müəllifi haqqında. Ki, Əhl-i Sünnənin digər bütün hədisləri əsas Buxari və Müslim üzərində gəlir. Səhih bildiyi hədislər və ondan sonra digərlər. Muhammed İsmail Buxari. Muhammed İsmail Buxari. Səhih Buxari kitabının müəllifi. Əhl-i Sünnə tərəfindən Qur'an-ı Kərimdən sonra ikinci kitab adlanan Səhih Buxarinin müəllifi Muhammed İsmail Buxari. Hicrətin 194-cü ilində Buxaranın Bəhratəng adlı kəndində doğulmuşdur. Buxaranın Bəhratəng adlı kəndində doğulmuşdur. Hicrətin 256-cı ilində Səmərqənddə vəfat etmişdir. Milliyyətcə Fars idi. Yəni, Buxarada doğulub, Özbək deyildi, ha. İndi Buxara Özbəkistandır. O vaxt, o əyalətlər hamısı Farslardır. Yəni, Özbəkistan deyilən bir dövlət yox idi. Və hamısı eyni dilli Fars diliylə və orada Farslardır. Muhammed ibn İsmail Buxari Farsi. Əhl-i Sünnənin Qur'an-ı Kərimdən sonra ikinci səhih bildiyi kitab Səhih Buxarinin müəllifi və böyük Əhl-i Sünnə alimi Muhammed İsmail Buxari. Hicrətin 194-cü ildə Buxaranın Bəhratəng adlı kəndində anadan olub, milliyyətcə Fars idi. 256-cı ildə Hicrətin Səmərqənddə dünyasını dəyişdi. Kutubi Sittənin birincisinin müəllifi. Oxuyaq. Müslim ibn Həccac, Səhih-i Müslim kitabının müəllifi. Əhl-i Sünnənin səhih bildiyi 6 kitabdan ikincisi. Və Müslimin Səhih-i Müslim kitabı həmçinin Muhammed İsmail Buxarinin Səhih Buxari kitabı Qur'an-ı Kərimdən sonra Əhl-i Sünnənin ikinci kitabları. Müslim ibn Həccac, Müslim ibn Həccac Hicrətin 204-cü ili
İranın Nişapur şəhərində anadan olub. Diqqət edin. Əhl-i alimidir ha. Təməlini qoyanlardandır. Bünövrəni qoyanlardandır. Əhl-i elm aləmində irəliləyişinin bünövrəsini qoyanlardan ikincisidir. Müslim ibn Həccac Hicrətin 204-cü ili İranın Nişapur şəhərində anadan olub. Hicrətin 261-ci ili Rəcəb ayının ikisi Nişapurda vəfat edib. Milliyyətcə Fars idi. Fars idi. Qaymaq alimlərdir ha. Məzhəbin təməlini qoyanlardır ha. Ki, Əhl-i Sünnənin bütün elm kitabları bunlardan qaynaqlanır. Bunların hədislərindən qaynaqlanır. Əqidə bunların üzərindədir. Əqidəni yaradanlardır bunlar. Əqidənin ən mötəbər alimləridir. Qaymaq alimləridir. Farsdılar. İmam Nəsai Kutub-i Sittənin 6 səhih kitablardan birinin müəllifi. İmam Nəsai Əbu Abdurrahman Əhməd ibn Şueyb Nəsai Əbu Abdurrahman Əhməd ibn Şueyb Nəsai Hicri 214-cü ildə Xorasanın Nəsa şəhərində doğulub. Xorasanın, İranın Nəsa şəhərində doğulub. Əbu Abdurrahman Əhməd ibn Şueyb Nəsai Hicrətin 303-cü ilində Fələstinin Rəmlə şəhərində vəfat edib. Fars idi. Xorasanda doğulub. İranlıdır. Farsın belə lap cırındandır. Kutub-i Sittənin 6 kitabın 6 Əhl-i Sünnə mötəbər kitabının birinin müəllifi. Oxudu və Muhammed ibn İsmail Buxari Farsdır. Müslim ibn Həccac Farsdır ki, Muhammed ibn İsmail Səhih Buxari kitabının müəllifidir. Müslim ibn Həccac Səhih Müslim müəllifidir. Və İmam Nəsai. Kutub-i Sittənin 6 kitabdan birinin müəllifi Əbu Abdurrahman Əhməd ibn Şueyb Nəsai Xorasanın Nəsa şəhərində anadan olub, milliyyətcə Fars idi. Tirmizi. Bu da 6 mötəbər kitabdan birinin müəllifidir. Səhih Sunan Tirmizi kitabının müəllifidir. Tirmizi. Məhəmməd ibn İsa Tirmizi. Buxarada Tirmizi qəsəbəsində Hicrətin 209-cu ilində doğulub. Hicrətin 279-cu ilində Boğ şəhərində ölüb. Fars hədis alimi idi. Bu da Muhammed ibn İsmail kimi Buxarada doğulub. Yəni Fars əyalətində doğulub. O zaman Özbəkistan yox idi. Oralar da Özbək, Tacik, Əfqanistan hamısı Fars dövləti idi. Fars idilər hamısı. Fars dilli idilər. Türk dili deyildilər. İndiki Özbəklər Türk dillidir. Bunlar Fars dilli idilər. Taciklər, bunlar, Əfqanlar, bunlar hamısı Fars dillidirlər. Tirmizi, Muhammed ibn İsa Tirmizi, Buxarada Tirmizi qəsəbəsində Hicrətin 209-cu ilində doğulub, Hicrətin 279-cu ilində Boğ şəhərində ölüb, Fars hədis alimi idi. 6 kitabdan, Əhl-i Sünnənin mötəbər 6 kitabından birinin müəllifi. İbn Macə. İbn Macə. 6 kitabdan, bu da birinin müəllifi. Muhammed ibn Yazid Əl-Qəzvini. İbn Macənin əsl adı. Muhammed ibn Yazid Əl-Qəzvini. Yəni Qəzvinnəndir. Qəzvin də İran şəhəridir. Miladi 824-cü ildə İranın Qəzvin şəhərində doğulub. Miladi 887-ci ildə də ölüb. İbn Macə. Kutub-i Sittənin 6 mötəbər kitabdan birinin müəllifi. Əhl-i Sünnənin qaymaq alimi. İranda doğulub, Qəzvin şəhərində. Fars idi. Dörd məzhəbdən, Əhl-i Sünnənin 4 məzhəbinin birincisinin, Hənəfi məzhəbinin banisi Əbu Hənifə. Əsl adı. Nü'man ibn Sabit. Əbu Hənifənin əsl adı. Nü'man ibn Sabit. Hicri 80-ci ildə Kabulda anadan olub. Əfqanistan Kabul şəhərində. Əfqanlar Farslılar. Fars dillidirlər. İran, Əfqan, Tacik bunlar hamısı Farsdır. Fars dillidirlər. Əbu Hənifə, Nü'man ibn Sabit. Hicrətin 80-ci ilində Kabulda anadan olub. Hicri 150-ci ildə də Bağdadda vəfat edib. Fars idi. İlk Əhl-i Sünnənin məzhəbinin təməlini qoyan
2 il İmam Cəfər Sadiq əleyhissalamdan dərs aldı, artıq özünə alim hesab elədi, imamın üzünə ağ oldu, ayrıldı, getdi, özündən məzhəb yaratdı, Əhl-i-Sünnə məzhəbinin təməlini qoydu. Fars idi. Və Vəhhabilərin ağız dolusu dedikləri və özlərini ona nisbət verdikləri İmam Əhməd ibn Həmbəl, Əhl-i-Sünnənin 4 məzhəbinin birinin banisi, Həmbəli məzhəbinin banisi Əhməd ibn Həmbəl 780-ci ildə Xorasanda anadan olub, İranda, Farsdır, Əhməd ibn Həmbəl. 780-ci ildə Xorasanda anadan olub. 857-ci ildə Bağdadda dünyasını dəyişib. Fars idi. Diqqət edin. Deməli, Kutub-i Sittə 6 mötəbər kitab ki var, Əhl-i-Sünnədir. Bu 6 mötəbər kitab olmasaydı Əhl-i-Sünnə olmayacaq. Ki, təməl bunların üzərində qurulur. Bunlar Əhl-i-Sünnə məzhəbi üçün təməl atdılar. Altı kitabdan biri Səhih Buxari, müəllifi, oxuduq. Muhammed İsmail Buxari, Farsi, oxuduq o yaxın. Müslim İbn Həccac, Səhih Müslim kitabının müəllifi. Nişapurdan oldu. İran Nişapur şəhərində, Farsi. Səhih Sünad Tirmizi kitabının müəllifi, Tirmizi, Muhammed İbn İsa Tirmizi. Buxarada Tirmizi qəsəbəsində doğulub. Farsi idi. Fars dilli idi və millətcə Fars idi. İmam Nəsai, Kutub-u Sittədə 6 mötəbər kitabdan birinin müəllifi. Əbu Əbdülrahman Əhməd ibn Şüeyb Nəsai. Xorasanın, İranın, Nəsa şəhərində doğulub. Fars idi. Bu İmam Nəsai Allah rəhmət eləsin. Çünki mən bu insana şəhid deyərdim. Bu çıxdı minbərə, Həzrət Əli əleyhissalamın xüsusiyyətləri adında kitab yazmışdı. O kitabı oxuyun. Yerdən buna deyirlər ki, biraz da Muaviyyəni tərif edər. Bu imam deyir ki, İmam Nəsai. Mən Muaviyyəni nəyini tərif edeyim ki, onun haqqında yalnız bir dənə hədis bilirəm ki, Resulullah sallallahu aleyhi və səlləm buyurub ki, Allah Muaviyyənin qarnını doyurmasın. Bu kişini, alimi, sala minbərdən aşağı o qədər döymüşlər ki, ölmüşdür. Sünnilər. Nəysə, mövzumuz bu deyil. İmam Nəsai 6 mötəbər kitabdan birinin müəllifi, Fars idi. İbn Macə, Muhammed İbn Yezid Əl-Qəzvini. İranın Qəzvi şəhərində olub, Fars idi. 6 kitabın, mötəbər 6 kitabın müəllifinin, Əhl-i-Sünnənin təməlini qoyan bu 6 kitab, bünövrəsini qoyan bu 6 kitabın müəllifi, 5-inin müəllifi Fars. Həm də alimdirlər. Əhl-i-Sünnənin ən böyük alimləridir. Farsdırlar. 2 məzhəb alimi, Əhl-i-Sünnənin 2 məzhəbinin böyük alimləri və 2 məzhəbi yaradıcısı baniləri. Əbu Hənifə Fars idi, Əhməd İbn Həmbəl Xorasanda doğulub bu da. Bu da Fars idi. Hələ çoxdur. Yəni ki, burada çoxunu qeyd etmək istəmirəm. Hakim Nişapuri sonra adından məlumdur ki, bu da Farsı, İran Nişapur şəhərindən olub. Və başqa digər. İndi ay Vəhhabilər, ay Əhl-i Xilaf. Sizə mən deyərdim ki, sizə and verən vicdanınıza düzün deyin. Amma biləm ki, sizdə vicdan yoxdur. Ona görə buradan sizə and verməyə dəyməz. Sizə and verirəm İbn Teymiyyənin çürümüş sümüklərinə. Bu qədər Əhl-i-Sünnə alimi və siz də özünüzü sünniliyə nisbət edirsiniz. Yəni, sizin də aliminiz kimi götürürsək, sizin də alimləriniz, qaymaq alimləriniz və qaymaq kitablarınızın müəllifləri, sizin əqidənin, Əhl-i-Sünnə əqidəsinin bünövrəsini qoyan alimlər və kitablar, kitabın müəllifləri farslardır. Sizə Allaha and verirəm. Şiəlik, yoxsa sünnilik farslardan gəlir. İlk məzhəbi yaradan Əbu Hənifə oldu. Hənəfi məzhəbini, Fars idi. İndi sünnilik farslardan gəlir, yoxsa şiəlik. 6 mötəbər kitabımızın 5-inin müəllifi Farsdır. Sizin əqidəniz o kitabların üzərində qurulur. Farsdır müəllifləri. İmam dediklərimiz Farsdırlar. Şiəlik
yoxsa sünnilik Farsdan gəlir? Salam olsun salama layiq bəndələrə. Əssalamu aleykum və rəhmətullahi və